Salam, hər vaxtınız xeyir olsun. Biz yenə də bir problemli sistemin həlli üçün gəlmişik. Evimiz 3 mərtəbədən ibarətdir və evimizdə demək olar ki, hər yan istipoldu. Devriyə zəif olduğu üçün istipollar normal qızmır və 40 kilovatlıq bizim komimiz var. Hər halda belə qoşulub, hər biri də düzdür. Biz təyin elədik, gördüyünüz kimi paslanmaz materialdan olan Nejavekadan dəncə qabı düzəltdik və 2 ədəd sistem böyük olduğu üçün adətən mənə sual verirsiniz, nəyə görə 2 ədəd devriyyə nasosu qurulur? Sistem böyük olduğu üçün həddindən artıq. Ona görə biz 2 ədəd devriyyə nasosu, bütün materialların hər birini almışıq. İndi isə biz problemin həllini edəcəyik və bu işin başında duran əsas bizim gördüyünüz dəncə qabıdır. Və hal-hazırda bizim komimizdə olan devriyyə nasosu evi devr edir və bütün devr etdiyi devriyədə olan suyu hər birini esenjordan devr edir və indi isə bizim komimiz ancaq dəncə qabına ötürəcəkdir və dəncə qabından sonra qoyulan devriyyə nasosları gedişə qabağa vuracaqdır və dönüşlü çəkəcəkdir dəncə qabına. Bizim qoyulan devriyyə nasosları evin devriyyəsini devr edəcək. Bu da komfort yaradacaqdır. Biz isə keçək, işimizi davam edək. Video atan vaxtına qədər baxın ki, məlumatınız olsun. Bu kimi problemlər olarsa bizə müraciət edə bilər. Artıq biz istili sistemində olan problemin həllini tam kökündən həll etdik və gördüyünüz kimi 2 ədəd devriyyə nasosu ona görə qurulub ki, 3 mərtəbədəndir evimiz. Toçka sayı çox olduğu üçün biz bunun dönüş xəttinə də devriyyə nasosu qurmuşuq və əsas gördüyünüz kimi dəncə qabı bu işin başında duran əsas budur. Komimizdə artıq 53 dərəcəni yığıbdır. Sistemimizi işə salmışıq. Hər şey tam komfortlu. İndi mən dəncə qabı haqda sizə bir qısa açıqlama verim. Videoya tam axıra qədər baxın ki, məlumatınız olsun. Gördüyünüz kimi, əvvəlcə bizim kombinin devriyyə nasosu birbaşa sistemi devr edirdi. Bu da çatdırmırdı. Axırıncı toçkalar normal qızmırdı. Ona görə zəhmət olmasa dəncə qabını yaxından çək. İndi isə bizdə kombimiz ancaq dəncə qabına ötürür. Görürsünüz, dəncə qabından sonra qoyulan devriyyə nasosu biraz yuxarıdadır. Ona görə ki, daxil olduqda isti suyuncul deyə yuxarı qalxır. Qoyulan devriyyə nasosu dəncə qabının özündən və ötürən isti suyu çatmayan qədərini özündən götürüb bol su, belə desək, bol su bütün sistemə vurur. Və eləcə də dönüş xəttindən də qaytarır. Bu da isti qayıtdığı üçün görürsünüz bundan aşağıdadır. Qalxan kimi kombi götürür və kombi qoyulan dərəcəni yığdıqda fasiləyə keçir və amma bizim devriyyə nasosları birbaşa özündən götürüb paslarını sistemi devr edir. İstər istipol, istər radiator sistemi. Beləliklə bizim istipolumuz və radiatorumuz tam komfortlu isti olur və kombi 20-25 dərəcə, 17 dərəcə aşağı düşdükdə avtomatik özü işə düşür və işə düşdükdə kombi yenə də ötürdüyü suyu götürür, vurur və belə desək dəncə qabı bizim su çəninin bakın kiçilmiş formasıdır. Yəni ki, buradan devriyyə nasosu nə qədər su lazımdırsa götürə bilir. Kombi ötürdüyü su 30% sayılırsa, 70% da özündən götürüb, yəni bol su qarışdırıb, bol su çatdırır bütün radiatorlara və istipola. Hər şey tam komfortludur. Yəqin ki, qardaşlar razı qaldı işimizdən. Allah xeyir versin ev sahibinə. Bu dəncə qabı və belə bir sistem, lap belə sistemdə problem olmasın. Yəni, yenə də bunun qurulması çox məsləhətdir. Çünki bu boyda evi kombinin devriyyə nasosu devr edirdi. İndi ancaq dəncə qabına ötürür və dəncə qabından götürür. Kombi də tam rahat işləyir və
bizim sistemə, gedişə, dönüşə qoyulan devriyyə nasosları bizim sistemi devr edir. Bu kimi problemlər olmasın. Olarsa bizimlə səhifədəki və videodakı nömrə ilə əlaqə saxlaya bilərsiniz. Videodan əgər sizlərə fayda vermiş olduqsa, videonu bəyənərsiniz və kanalımıza hələ də abunə deyilsinizsə, abunə olarsınız. Allah amanda qalın, bu qədər.